به خدا زوده Ramazan ayının 19-u idi. Sübh namazında Məl'un İbn Mülcəmin zəhərli qılıncı ilə Həzrət Əli əleyhissalam sübh namazındaykən o qılıncı ilə zərbətləndi. Həzrəti Əlinin mübarək saqqalı öz qanına boyandı. Həzrət Əli əleyhissalamı evinə apardılar. Bir gün o Mövla xəstə yatağında qaldı. Bəzən halsızlaşırdı, bəzən özünə gəlirdi. İmam Həsən əleyhissalam o Mövlanın başı üzərindən əksik olmurdu. Bir dəfə Həzrət Əli əleyhissalam özünə gəldi. İmam Həsən əleyhissalam istədi istifadə eləsin son dəfə atasından. Dedi, ya Əmir əl-Müminin, mənə muizə elə. İmam Əli əleyhissalam gülümsədi və oğluna buyurdu, oğlum Həsən, mənim elə bu halımın özü muizədir sizin üçün. Mən dünən müsəlmanların xəlifəsi idim, bugün isə ölüm yatağında ölüm gözləyən bir xəstə. Bu halın özü hər bir müsəlman üçün hər zaman bir muizə olmalıdır, bir ibrət olmalıdır.